Salamlar, mən Gülnar Fərhadlı, kanalıma xoş gəlmisiniz. Bugün sizlə son bir ayda xüsusilə, yəni WhatsApp-dan o qədər yazan olubdu ki, bu dili necə öyrənim, 1 ildir gedirəm, 5 aydır gedirəm, amma effektini görmürəm və sair və ilə axır bu kimi şeylər. İlk öncə onu demək istəyirəm ki, alman dili çətin bir dildir və çox qrammatik yönümlü bir dildir. Alman dilini öyrənməkdən ötürü mənə elə gəlir ki, birinci özümüzün dilimizin qrammatikasının üstündən bir keçmək lazımdır. Yəni bəzi insanlar olur ki, məsələn, mən məktəbi 2010-cu ildə bitirmişəm. Amma hələ də yazanda, yəni düzdür, uzun müddət xaricdə yaşayıram, amma Azərbaycan dilində yazanda hələ də yəni diqqət eləməyə çalışıram ki, qrammatik olaraq nə isə düzgün yazım. Belə. Əgər sizin də uzun müddət əvvəl, yəni daha doğrusu siz də uzun müddət əvvəl məktəbi bitirmisinizsə və qrammatikada müəyyən bir boşluğunuz varsa, mənə elə gəlir ki, üstündən bir dəfə keçsəniz daha yaxşı olar. Birinci onu deyim ki, çətin dildir, amma mümkünsüz deyil də. Bu qədər adam necə öyrənirik dili? Belə almanlar demiş, zo, o da zo. Yəni elə ya da belə bir cür öyrənmək olur. Deməli, son vaxtlarda xüsusilə baxıram, məsələn 1 il, 6 ay, 8 ay belə hazırlığa gedirlər. Yəni indi mən demirəm ki, hamı da belədir əlbəttə. Amma yenə də görürsüz ki, belə məsələn B1-i keçir, amma B1 kimi hiss eləmir, belə deyim. Bunlar adətən dili öyrənəndə bəzən həm səhv istiqamət verilə bilər sizə, həm də ola bilər ki, siz özünüz səhv məntiqlə öyrənərsiniz. Mən bu gün 5 dənə belə başlıq altında ən çox səhv olunan şeylər fikirləşmişəm, yəni o 5 başlıq altında birləşdirmişəm. Amma ola bilər ki, hamının, yəni bu şeylərin hamısı individualdır da, yəni hərə üçün fərqli ola bilər. Ona görə rəylərdə yaza bilərsiniz, bəlkə orada da diskussiya eləyə bilərik. Belə. İndi birinci səhv, çox üzr istəyirəm, mən özümü çəkərək video eləməyi xoşlamıram alman dili videolarında. Deməli, birinci artikellərin vacibliyi. İndi mən sizə olaraq göstərəcəyəm ki, niyə bunlar vacibdir. Azərbaycan dili Türk dillər qrupuna daxildir və bizim dillərimiz sondan şəkilçi əlavə eləməklə düzəlir. Yəni mən deyəndə ki, mən kompüter alıram deyəndə, Almancada, yəni daha doğrusu mən bir kompüteri alıram, belə desək, Almancada orada sözün sonuna şəkilçi gəlmir. Onun artikeli dəyişir hallara görə. İndi mən bilmirəm, bu hissədə mən ismin hallarını izah eləməliyəm, ismin nə olduğunu mu izah eləməliyəm. Çünki özümün də təcrübələrimdən həqiqətən deyirsən, ismin halları hansıdır bilmir. Mənim mamamın 63 yaşı var, soruşuram, mama ismin halları nədir? Mama deyir ki, adlıq, yerlik, yönlük, belə. Yəni bu şeylərə həqiqətən diqqət yetirmək lazımdır. Çünki alman dili dediyim kimi çox qrammatik bir dildir. Və bəzən olur ki, belə deyimlər eləyirlər, nə bilim, Rusiyaya gedirsən, ağızdan eşidirsən, öyrənsən, danışsan. Yəni ingilis dili kimi deyil də. Yəni alman dili həqiqətən məncə rus dilindən də, ingilis dilindən də çətindir. Deməli, artikellərin vacibliyi. Sizə artikelləri necə öyrənməlisiniz, onu deyim. Məsələn, mən bux sözünü öyrənirəm. Deyirəm ki, bu kitab deməkdir. Elə deyilmi? İndi siz çalışın ki, bux kitab kimi öyrənməyin. Das Buch kitab kimi. Yəni bir dənə sözü deyil, 2 dənə sözü öyrənin. İndi bir neçə səhvləri deyim. Ola bilər ki, bəzən görürəm ki, bura yazırlar der, bura yazırlar die, burada yazırlar das. Başlayır bunun altına burada buch yazır. Nə bilim, buraya brille yazır. Brille eynək deməkdir. Burada nə bilim, məsələn yazır tiş, stol. Sonra bunun aşağısında kişi cinsində olan isimləri yazır. Bura qadın cinsində olan isimləri yazır. Bura orta cinsdə olan isimləri yazır. Amma sonra zaman keçdikcə adamın yadından çıxır ki, yəni buradakı bu tiş, bu dinin mi altında yazmışdım, yoxsa dasın mı altında yazmışdım? Qətiyyən bu şəkildə öyrənməyin. Mütləq şəkildə lazımdır ki, bir sözü 2 söz olaraq artikellə bir yerdə öyrənəsiniz. Yoxsa həqiqətən bunları öyrənməyin bir metodu yoxdur. Çalışın ki, A1 və A2 səviyyəsində sözlərin hamısını bu şəkildə öyrənin. Yəni məndən olsa əslində bunun yanında can formasında öyrənməlisiniz. Yəni buxdursa burada belə 2 nöqtə yazırlar, böyük ya, kitablar kimi cəmlənir və yaxud da belə böyük ya. Mən özüm hətta indinin özündə də bəzən olur ki, yəni mən universitetdə təhsil alıram, inşallah artıq bitir universitetim. Deməli, orada
bəzən olur ki, bəzi sözlərin yazılışını məsələn oxuyuram da mən rahat özümdən, amma görürəm ki, bəzən o söz elə bil beynimdə oturmur. Onda götürür mən də yazaraq belə-belə treninq eləyirəm. Yəni siz də yazaraq treninq eləyin. İndi mən tabletdə işləyirəm hal-hazırda, amma siz vərəq və yaxud da belə led tafellər olur uşaqlardan ötürü. O vaxtlar bizdə də var idi. Belə biz balaca olanda yazırdıq, sonra belə altında bir xətti var idi onun. İndi internetdən tapsam yanına şəklini qoyaram bizim o köhnə vaxtdan. Yazın, treninq eləyin, kağıza qənaət eləmək istəyirsinizsə, sonra onun bir dənə knopkası var, knopkasını basırsınız, ekran silinir. Yəni belə bir şey. Əsas sözlər, sözlərin artikellə bir yerdə öyrənmək və əgər bacarırsınızsa can formasında öyrənmək. Çünki artikellərdən ötürü mən səhv eləmirəmsə video qoymuşdum və orada qeyd eləmişdim ki, yəni məsələn sözün sonu unk-la qurtarırsa bu qadın cinsidir. Amma plural formda tam da o cür qaydalar yoxdur. Yəni çox individualdır bu sözlərin dəyişməyi və yadınızda saxlayın ki, A1 və A2 səviyyəsində sözlərin heç olmasa 70%-ni artikellə öyrənməyə çalışsanız, digərindən sonra elə bil adam belə şərti bir refleks qazanır. Başlayırsınız sözlərə özünüz artikel qoya bilirsiniz. Yəni belə olur nəsə. Öz təcrübəmdən belə deyirəm. İndi bəlkə indi kimdəsə elə deyil. Deməli, indi artikellərin vacibliyini izah elədim. Çünki cümləni quranda qrammatik olaraq biz də sözün sonuna şəkilçilər əlavə eləmirik. Alman dilində artikelləri dəyişirik. Məsələn, örnək göstərim. Məsələn, deyirik ki, ich habe, burada deyirik ki, buxda, məsələn. Amma Alman dilində əsasən buna artikellə qururlar. Məsələn, indi qeyri-müəyyən artikellər və s. bu şeylərə girmək istəmirəm. Yəni, mənim kitabım var deyəndə, yəni mən kitaba malikəm kimidir, elə deyilmi? O zaman Alman dilində deyirik, əgər bilinən bir kitabdan söhbət gedirsə, deyirik ki, ich habe das Buch. Yəni, buradakı das zamanla öyrənirsiniz ki, niyə vacibdir? Və yaxud da, məsələn, deyirəm ki, mən kompüter alıram. Deyirəm ki, ich kaufe, kaufen almaq, satın almaq deməkdir. Məsələn, laptop yazım ki, balaca olsun. Laptop, indi laptop bu maskulindədir, kişi cinsindədir deyə də demirəm ki, ich kaufe deyə laptop. Yəni, sözün adlı xalı deyə laptopdur. Amma kaufen bizdə akuzativ, Azərbaycan dilinin təsirliyinə uyğun olan bir haldır. Onu tələb elədiyinə görə deyirik ki, ich kaufe, yəni burasını qırmızı ilə düzəldim, den laptop. Bu şəkildə deyirik. Yəni, mən burada kompüteri Azərbaycan dilində yaza bilmədim. Komp deyəsən indi U ilə yazırlar. Kompüteri alıram. Yəni satın alıram mənasında. Buradakı həmin bu i bizdəki bu dendir Almancada. Ona görə bu hissə vacibdir. Bunu indidən belə deyim. Yəni son nəticə olaraq Alman dilində sözləri deyil, sözlə artikel ikisini bir yerdə öyrənmək lazımdır. Və burada qısaca bir şey də deyim. Çox vaxt belə öyrənirlər. Das Buch, kitab. Nə bilim, der Tisch, stol. Siz, yəni təzə öyrənənlər, siz hələ ki Almanca düşünmürsünüz. Siz Azərbaycan dilində düşünürsünüz və Almancaya tərcümə edirsiniz. Ona görə yaxşı olar ki, siz eyni zamanda əksini də öyrənəsiniz. Yəni bu hissəni belə bir bağlayın. Məsələn, deyin indi kitab nədir? Das Buch, can forması Dibüşa. Yəni hal-hazırda süni intelligensin o qədər variantları var. Siz özünüzü o qədər hər yerdə yoxlaya bilərsiniz ki, yəni o sözlərin ardıcıllığını düzmü dediniz, nə dediniz? Yəni bu künstliche intelligenslə danışa biləcəyiniz bir sürü opsiyonlarınız var. Ona görə məncə bunlardan özünüz evdə öyrənirsinizsə, bunlardan istifadə edin. Bir də təzə başlayanlar çox həvəsli olurlar hər şeyə. Yəni mənim ona görə hər şeydən öyrənmək istəyirlər. Mən məsələn o cür öyrənən insanlardan deyiləm. Mənə bir dənə kitab verilsin. O kitabın üstündə gedim, ən azından bilim ki, kitabı qutaranda müəyyən bir səviyyəni bitirmiş oldum da. Yəni oradan, buradan. Elə onda da motivasiyası da tez sönür. A1-ə başlayır, deyir ki, məsələn, mənə tekst verə bilərsən. Sən hələ halo deməyi öyrənirsən. Yəni mən nə cür tekst verim? Elə onda da motivasiyası da sönür. Nəysə. Çox emosional danışdım. İndi ikinciyə baxaq. Deməli, ikinci məndən ötürü vacib olan akuzativ və dativdir. Biz C1 səviyyəsi, C2 səviyyəsi həmişə feillərimizi böləsiyik. Deyəsiyik ki, akuzativ, bunun sualları hansılardır? When deyirik.
kimi, ondan sonra deyirik ki, was nəyi, bir dənə də bunun sualı var, wohin haraya deyə, belə bir şeylərdir. Dativ olasıdır wem kimə, yenə wem nəyə, bir də wo olasıdır harada, belə. Alman dilində 4 hal var, Azərbaycan dilində 6 hal var. Ona görə belə Azərbaycan dilində məsələn akuzativ təsiriyə uyğun gəlir, kimi, nəyi, amma haraya deyəndə yönlüyə uyğun gəlir. Bu hissəni öz beyninizdə zamanla ayırmağı bacarmalısınız. İndi bir çox, yəni belə necə deyim, Gott sei Dank almanlar demiş. Yəni Allaha şükür olsun ki, bizdə akuzativ feillər Azərbaycan dilimizə çox uyğundur. Yəni biz Azərbaycan dilində deyirəm ki, mən səni görürəm. Ondan sonra mən məktubu yazıram. Bu kimi şeylər deyirik. Amma bəzi feillər vardır ki, bunlar akuzativdirlər. Azərbaycan dilində amma fərqli cür tərcümə olunur da, belə deyim. Məsələn, bunlardan biri anrufen feilidir. Zəng eləmək. Biz Azərbaycan dilində deyirik, mən sənə zəng eləyirəm. Elə deyilmi? Amma Almancada bu akuzativdir. Deyirəm ki, ich rufe dich an. Dich burada akuzativdir. Ümid edirəm ki, tam sıfırdan başlayanlar baxmır bu videoya. Çünki ən azından yəni A1-in müəyyən bir kapitelini keçməlisiniz ki, dediklərimi başa düşəsiniz də. Belə. Ondan sonra brauchen feili ehtiyacı olmaqdır. Mənim sənə ehtiyacım var deyəndə. Hə, bu arada ich rufe dich an demirik. Qətiyyən mən sənə zəng eləyirəm. Yox, Almancada bu akuzativdir. Sonra gəlib sual versiniz, anrufe niyə akuzativdir? Mən hardan bilim bu dil neçə ildir, 1000 ildir, 100 ildir, neçə ildir yaranıbdır. Mən də sizi kimi bu dili öyrənən biriyəm yəni. Ona görə sorğulamaq kimi bir opsiyonum mənim yoxdur. Belə də bu şəkildə öyrənmək lazımdır. Dediyim kimi istisnalar çox deyil, Azərbaycan dilinə çox yaxındır. Amma yaxşı olar ki, siz də Azərbaycan dilində eyni zamanda biləsiniz ki, təsirli hal nədir də, yoxsa çox çətin olur. Burada da deyirik ki, ich brauche dich, amma demirik ki, ich brauche dir, sənə ehtiyacım var. Bu şəkildə demirik. Belə. İndi bir neçə şeydə nəzərinizə çatdırmaq istəyirəm. Yaxşı olar ki, Azərbaycan dilində ümumiyyətlə biləsiniz ki, yəni feillə əlaqədar cümlə üzvlərinə sual verməyə bacarmalısınız. Yəni cümlə üzvləri deyəndə indi bilmirəm, bəlkə də səhv deyirəm, yadımda qalanı deyirəm. Dediyim kimi 2010-cu ildə qurtarmışam. Yəni 2 dənə idi də. Bir baş cümlə üzvləri var idi, bir də ikinci dərəcəli cümlə üzvləri var idi. Mübtəda xəbər, alman dilində də eyni şəkildədir. Sonra var idi tamamlıq, zərflik, bir də təyin idi. İndi biz tamamlıq mənə deyəndə, lazımdır deyəndə, onu akuzativə qoy deyəndə, onu qoya bilməyəndə həqiqətən çox çətin olur. Yəni mən çox vaxt Azərbaycan dil dərsi də keçirəm, üstünə bir də alman dil dərsi keçirəm. Saatları keçəndə bəzən matematikası olmur. Onda gərək matematikanı da öyrənəm ki, bu məsələn almanlar deyir ki, saat 3-ün yarısına 5 dəqiqə qalıb. Hə, 3-ün yarısı neçədir? Yarım saat neçə dəqiqədir? 30 dəqiqə. İndi 25-dirsə, 30-dan 25 çıxanda neçə qalır? Bu kimi şeyləri hesablamaq, yəni yaxşı olar ki, biraz məktəb bazanız olsun, belə deyim. Yəni sizin özünüzün rahatlığınız üçün ki, istədiyiniz şəkildə dili öyrənə biləsiniz. Belə. Burada əsas oldu ki, akuzativ və dativ feilləri bir-birindən fərqləndirməyi bacarmalısınız. Alman dilində məsələn fragen, mən sənə sual verirəm kimi, sual vermək istəyirəm deyəndə fragen, amma burada qoyun yazım. Fragen sual vermək. Akuzativ tələb eləyir. Deyirəm ki, ich frage dich. Bu hissə sizə çox vacibdir. Bunlar A1-in səviyyəsidir də. Sonra biz verb mit proposition temasını keçirik. Fragen nach dativ öyrənəsirik. Deyəsirik ki, kiməsə nəyisə soruşmaq. Nəyi soruşuruqsa, bu dəfə nach onun qarşısında olmalıdır. Ich frage dich, zum Beispiel nach dativ tələb eləyir. Nach deiner, məsələn, Arbeitszeit. Sənin iş vaxtlarını soruşuram. Bu şəkildə. Mən səndən sənin iş vaxtlarını soruşuram mənasına gəlir. Belə. Ondan sonra üçüncü mü oldu? Üçüncü cümlədə feilin yeri. Bayaqlar dediyim o ikinci dərəcəli cümlə üzvləri ya da birinci dərəcəli cümlə üzvləri
Sadə cümlələrdən söhbət eləyək, mürəkkəb cümlələrə qətiyyən girməyək. Mürəkkəb cümlələr nəyi deyilir? Deyirik ki, iki və daha çox cümləni birləşdirənlər mürəkkəb cümlələr deyilir. Bunlar bir-birlərinə nə ilə bağlana bilərlər? Vergüllə bağlana bilərlər, bağlayıcı ilə bağlana bilərlər. Sonra biz bağlayıcıların bir sürü versiyasını keçirik, hansı ki, orada feillərin yerinə görə bölürük həmin bağlayıcılarda və s. və ilə axır. Amma əsas bizə lazımdır hal-hazırda sadə cümlələr və sadə cümlələrdə cümlənin, yəni alman dilində cümləni təyin edən bir opsiyon. O feildir. Həmin bu feil cümlədə ikinci yerdə dayanmalıdır. Mən hələ pozisiyası 0 olan və s. bunların heç birini keçmirəm. Sadəcə dediyim kimi çox üstdən bir şey deyirəm də. Siz əgər bu videoyu izləyirsiniz və alman dilinə başlayıbsınızsa, nə demək istədiyimi onsuz da ki, başa düşmüş olmalısınız. Deməli, ikinci yerdə olur. Yəni, mən deyəndə ki, məsələn, mən məktəbə gedirəm deyəndə, deyirəm ki, gəlin Azərbaycan dilində yazım. Mən məktəbə gedirəm. Bizdə mübtədə qabaqda olur, feil isə, yəni xəbər isə ən axırda olur, elə deyilmi? Bu isə məktəbə haraya belə tamamlıq deyirik də, səhv etmirəmsə. İndi alman dilində fərqi yoxdur ki, siz məktəblə başladınız ya da mənlə başladınız. Mənə vacib olan feildir və onun pozisiyasının 2-də durmağıdır. Yəni deyirsiniz, ich gehe zur Schule. Burada ola bilər ki, indi şuledə olsun, məktəbin içinə girirsinizsə, indi şuledir. İstiqamət olaraq məktəb deyirsinizsə, zur Schuledir. Ondan sonra ya da deyə bilərəm ki, zur Schule gehe ich. Görürsünüz, mənə vacib olan feildir. Söhbət sadə cümlələrdən gedir bu arada. Pozisiyası 0 olmayan sözlərdən. Və çox qısaca bir şey demək istəyirəm burada. Yadınızda saxlayın ki, zərflər, yəni bugün, sabah, zaman zərfləri, ondan sonra məkan bildirən, burada cümlə üzvü olaraq zərfliklər və s. bunların cümlədə bir pozisiyası var. Yəni, mən deyə bilərəm ki, mən bugün məktəbə gedirəm deyəndə, mən cümləni bugündən başlaya bilərəm. Yəni, heute gehe ich zur Schule. Yəni, heute'dən sonra heute ich gehe kimi bəzən olur ingilis dilinə, indi bilənlər də biraz qarışıqlıq eləyirlər. Yəni, alman dilində elə deyil. Sözlərin pozisiyası var və əsas bizim üçün önəmli olan feildir. Və bunun arxasında nə qədər istəsəniz söz artıra bilərsiniz. Məsələn, deyə bilərəm ki, mit meiner Schwester, bacımla. Elə xətlə yazdım ki, Schwester. Yəni, nə istəsəniz artıra bilirsiniz, amma feilimiz burada ikinci yerdə qalır. Genau. İndi 4-cü səhvə baxaq. 4-cü səhvdə danışmaqdan çox adam qorxur. Mən öz təcrübələrimdən deyə bilərəm ki, yəni mən cümləni deyirəm, məsələn, Azərbaycan dilində, çünki siz hələ ki Azərbaycan dilində fikirləşirsiniz də, təsəvvür edin ki, siz A1, A2 səviyyəsindəsiniz. Ki, yəni A1 səviyyəsində oxuyun, yenə də nə qədərsə də danışıq öyrənilir. A2 səviyyəsi full qrammatika ilə bağlı olan bir səviyyədir, yəni ən azından Begegnungen kitabı üçün deyim. Mənim üçün rahatdır A1, A2 Begegnungen'dən keçmək, B1 isə Aspektdən keçmək. Çünki qrammatikalar hamısı demək olar orada qurtarır. Və B1-də başlayırsınız onların hamısını tətbiq eləməyə. Sonra B2-nin də, B1-in çox cüzi qrammatikalar var, üstünə gələn, yəni öyrəndiklərimizin. Çox az nadir təzə şeylər görürük. Sonra B2 qrammatikası və B2 söz lüğəti. Orada artıq siz danışmağı bacarmalısınız ki, o B2-ni də özünüz qavrayasınız. Mənə elə gəlir ki, ümumiyyətlə A1 səviyyəsində dəstək almalısınız. Müəllimdən və yaxud da, nə bilim, kömək bir olmalıdır deyə düşünürəm. Sizi düzgün formada düzəldə bilən birindən. A2 səviyyəsi üçün də mənə elə gəlir ki, yenə də lazımdır. Amma B1 və B2, B1 səviyyəsində də danışıqda kimsə sizi düzəltsə yaxşı olar. Amma yəni yuxarı səviyyələrə keçdikcə B2-dir, C1-dir, bunlar mənə elə gəlir ki, sizin özünüz öyrənə bilərsiniz. Yəni gərək aşağı o qədər yaxşı olsun ki, yəni belə necə deyim? Elə bilin ki, yaxşı A2 pis B1-dən milyon dəfə yaxşıdır. Yəni bunu yadınızda saxlayın. Ona görə
mən B1 səviyyəsinə 3 aya, 5 aya, 10 aya, neçə aya gəlib çataram, yox. Mən B1 səviyyəsini əsl mənada necə qavraya bilərəm və neçə aya qavraya bilərəm. Bu arada bu şey də həqiqətən çox insandan insana dəyişir də. Bəzi tələbələr olur ki, məsələn, 5 ay A1 ya da 6 ay A1 dərsi dediyim adamlar olur. Yəni onların götürdüyü o da, amma gedirlər imtahana 80 neçəsi faiz yığırlar, pis yox. Eləsi də var ki, 1 aya, 1 ay yarıma A1-i öyrənir. Yəni bu şeylər həqiqətən belə fərqlidir də, insandan insana dəyişir. Belə. İndi danışırsınız və danışanda belə öncə deyim, qorxursunuz. Mən sual verirəm, məsələn, indi öz təcrübələrimlə deyirəm, tələbəyə. Deyirəm ki, indi deyək ki, sən harada yaşayırsan? Bu başlayasıdır. Vo, sonra məndən gözləyir ki, mən ona hı deyim. Yəni hə, düz deyirsən. Wonst gözləyir yenə məndən hı deyim. Axırda da do deyir ya da nə bilim indi səhv kursa cümləni belə deyər də, belə deyək də. İndi harada yaşayırsan deyəndə belə deyirik ki, wo, wants, do. Buna məsələn deyəsidir wonen. İndi mən necə eləyirəm? Deyir ki, wo, deyirəm hı. Sonra deyir wonen, deyirəm hım. Elə bilir ki, düz deyir. Sonra deyir do, deyirəm hım. Və mən, yəni öz təcrübələrimdən deyim ki, mən tələbələrim artıq bilirlər ki, mən ümumiyyətlə hamısına hı deyirəm. Ki o davam eləsin və ümumiyyətlə deyirəm ki, mən hı deməliyəm ki, cümləni qur. Yəni siz özünüz sərbəst cəhd eləməlisiniz. Mən sizin qarşınızda ona görə oturmuşam ki, mən sizin səhvlərinizi düzəldim. Və mən çox vaxt birbaşa demirəm ki, məsələn, orada tələbə tutaq ki, dedi belə dedi. Bu wonendu, bu şəkildə deyir. Mən demirəm ki, məsələn, yəni yox, wo wants da olmalıdır. Deyirəm ki, okay, wo, wonen, do deyirsən. Sonra bəzən olur ki, bəzi tələbələrə deyirəm, okay, yaz. Dediyini yaz. O da bunu yazır. İndi deyirəm ki, okay, şəxsimiz neçənci şəxsdir? Bu arada belə də bir problem olur. Bunlar çox adam da deməyim də, do-nun neçənci şəxs olduğunu bilməyə nə var ki? Do sən. Azərbaycan dilində neçənci şəxsdir? İkinci şəxsin təkidir. Alman dilində də ikinci şəxsin təkidir. Yəni inansız birinci, ikinci şəxsi belə seçə bilməyən adamlar olur da. Həqiqətən onlarla dərs keçmək çox çətindir, aşırı dərəcədə. Deyirəm, do neçənci şəxsdir? Deyir ki, ikinci şəxsin təki. Deyirəm, indi sonluğu necə olmalıdır bunun? Deyir ki, wonen məsələn, deyir ki, axırdakı n məsdər şəkilçisidir. Bunu atırıq. Yəni Azərbaycan dilində bu dediyimiz yaşamaq feil kimi buradakı atdıq məqməki, sonra yaşayırsan deməliyik də, elə deyilmi? Həmin o san Azərbaycan dilində, yəni Alman dilində nədir? O deyir ki, feilin sonu st ilə qurtarmalıdır. Deyirəm, okay, indi cümlə necə oldu? Deyir, wo, wants to. Yəni mən bu şəkildə treyninq eləməyə daha çox üstünlük verirəm qarşı tərəfdən. Və yaxud da nəsə bir cümlə verirəm, o düz olmayanda deyirəm ki, düz olmadı. Sonra təzədən bir də fikirləşir, görürəm ki, yox tapa bilmir. Deyirəm, məsələn, feil akuzativdir. Deyən kimi artıq sözün cinsini bilməlidir. Cinsinə görə akuzativdə necə dəyişir, onu bilməlidir. Yəni bu şeylərin hamısı məntiq üstünə qurulur. Yəni mən sizə 100% deyə bilərəm ki, Alman dilində təhsil, hamısı bunlar məntiq və başa düşmək üstünə qurulub sistem. Yəni təsəvvür edin ki, bizə hal-hazırda mənə ChatGPT tutaq ki, imtahanlarımda heç nəyi deyil də mən sadəcə nəticə çıxartmağa kömək edirəm. Mən onu yenə də özüm öyrənməliyəm və gedirəm imtahanda özüm yazıram. Yəni bizdə təsəvvür edin ki, kimya imtahanında kimya cədvəli bizim əlimizdə olur. Onlar sualları elə qoyurlar ki, yəni dövri sistemi nəzərdə tuturam. Elə suallar qoyurlar ki, mən başa düşməliyəm oradan cədvəldən mənə nə lazımdırsa onu götürüm. Sonra matematika imtahanında biz belə əlimizdə A4 səhifəsinin hər iki tərəfini dolduracaq şəkildə istədiyimiz şeyi qeyd edib götürüb apara bilərik. İmtahan sualları elə yazılır ki, bilməlisən ki, hansı misalda nəyi tətbiq eləyirsən. Belə, bu şəkildə. Yəni sistem Almaniyada məntiq üstünə qurulub. Sizin Alman dilində verdiyiniz imtahanlar da məntiq üstünə qurulmuş imtahanlar olasıdır. Belə. İndi A1 zadı demirəm, yəni yuxarı səviyyələri nəzərdə tuturam. Ya indi bu 4-cü punktda danışmaqdan qorxmamaq. İndi evdə bunları yavaş-yavaş günlük həyatınıza tətbiq eləməlisiniz. Məsələn, mən tutaq ki, şəhərə gedirəm. Deməlisiniz ki, ən azından piyada gedirsinizsə, ilk G-yi deyirəm. İlk G-yə şəhər deyin heç olmaya. İlk G sizin beyninizdə artıq oturmuş olsun ki, ilkdirsə axırı
E-lə qurtarır, geyin şəklində qurtarmır. Yəni və yaxud da ich esse eine Pizza. Mən bir dənə pizza yeyirəm. Yəni günlük həyatınıza tətbiq eləyin. Biz burada, yəni mənim ətrafımda olan indi dostlarım və s. biz onlarla qarışıq danışıq da. Bəzi sözlər ola bilər ki, almanca, indi sizlə də danışanda bəzi sözlər almanca gedə bilər. Yəni artıq o şeyləri gününüzün bir parçası halına gətirin və fikirləşməyin ki, siz Almaniyada yaşayanda bütün günü çöldə siz küçədə alman dili eşidəsiniz. Elə bir opsiyonunuz yoxdur. Ona görə çalışın ki, özünüz, yəni bunun üstündə özünüz işləməlisiniz. Belə deyim. Sonra bayaqlar çox qısa bir şəkildə üstündə dayandım ki, mən neçə aya B1 səviyyəsinə gəlib çatacağam. Dediyim kimi, A1 və A2 möhkəm olmalıdır ki, B1 səviyyəsini davam edə biləsiniz. Çünki B1, A1 və A2-nin danışığa tətbiqindən ibarət olmalıdır. Ona görə, yəni möhkəm A2 zəif B1-dən yaxşıdır. B2 sertifikatı olub, yəni indi necə öyrənib gedib keçib, gəlib A1-dən dərsə başladığım o qədər tələbələr olub. Danışıq treyninq, danışıq, tətbiq eləyə bilmir. Məsələn, Begegnungen kitabında A1-in, yəni A1 kitabında 5-ci kapiteldən sonra məktub yazmaqdır. Mən hər dərs tələbəyə məktub yazdırıram, hər dərs. Amma bu qarşı adam da bilməlidir də, gəlib ChatGPT-dən sən mənə nəyisə yazıb gətirəndə mən görürəm ki, sən bunu ChatGPT-dən yazıbsan, ya da ki, nə bilim, başqa bir süni intelligens nədənsə istifadə eləmirsən, Google-dan istifadə elədin, neylədin? Çünki biz qarşılıqlı dərs aparırıq. Mən bilirəm ki, sən o sözü işlədə bilərsən, yoxsa işlədə bilməzsən. Yəni belə uşaq deyilik də, bunun üstündə tamamilə siz bu dili öyrənmək istəyirsinizsə, tamamilə səhvlərinizdən bağışıq olmalısınız. Yəni utandım, çəkindim kimi bir opsiyonunuz olmamalıdır. Nəysə, mən bu başlıqlar altında birləşdirdim. Mənə elə gəlir ki, çox emosional və səmimi danışdım, üzr istəyirəm. Deməli, əgər indi bu səhvləri düzəltsəniz, mənə elə gəlir ki, alman dilini öyrənmək sizin üçün daha rahat olasıdır. Eyni zamanda qeyd etmək istəyirəm ki, mən kanalda gözləyin görün, buradan sizə göstərə bilirəmmi? Hə, mən kanalda, ay interneti bağlamışdım. Hə, mən kanalda A1 və A2 səviyyəsinin Begegnungen kitabından komple izah eləmişdim. Elə deyilmi? Və burada nə demək istəyirəm? Yəni mən hal-hazırda tabletim var və hal-hazırda tabletdən izah eləməyə çalışıram da sizlərə dərsləri və s. O vaxt üçün mən ümumiyyətlə alman dilinə əlaqədar bir şeyim yoxdur da, necə deyim, videolarda tamamilə kömək məqsədində çəkmişdim zamanında da, elə hal-hazırda indi də. Çoxunu səhər tezdən saat 4-5 kimi durub çəkmişəm o videoların. Ola bilsin ki, səsdir, nə bilim, sonra ekran görüntüsüdür, keyfiyyətidir və s. yaxşı olmaya bilər. Yəni bunun üçün özümü günahkar da görmürəm, nə yalan deyim. Daha yaxşılarını eləyə bilirsinizsə eləyin. Əsas odur ki, hamınıza kömək olsun da siz mənim videolarımda referens götürə bilərsiniz özünüzə. Belə. Bu şəkildə videoların tapa bilərsiniz, izləyə bilərsiniz. Belə deyim, burada bəzən olur qarışıq videolarda götürür çəkirəm. Belə, sizə uğurlar diləyirəm. Sağ olun.